Vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya iş dəftərindən bölmə 1.2 ərazi mövqeyini cinslə necə təyin edə bilərik mövzusunu izahına baxacağıq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Birinci çalışmada məqsəd məktəbin həyətinin cinslə xəritəsini hazırlamamızı istəyir. A çalışmasında yəni birin A çalışmasında qeyd edilir ki, xəritəni hazırlamaq üçün cisin hansı elementləri vacibdir. Biz cisin 5 elementini bilirik. Burada nümunə olaraq bir elementi verir, yəni kompüter avadanlığını. Gəlin növbəti 4 elementi sadalayaq. Birinci element kompüter avadanlığı olacaq. İkinci element olacaq bizdə cis proqramları. Üçüncü olacaq bizdə mütəxəssislər. Dördüncü olacaq datalar. Beşinci olacaq bizdə metodlar. Gəl təkrarlayaq. Birinci oldu kompüter avadanlığı. İkinci oldu bizdə cis proqramları. Üçüncü oldu mütəxəssislər. Dördüncü oldu bizdə datalar. Beşinci oldu metodlar. Daha sonra birin B çalışmasına baxaq. Məktəbin həyəti haqqında hansı məlumatlar toplaya bilərik? Nümunə olaraq verib həyətdəki yaşıllıqlar. Daha sonra biz görürük gözümüzə cığır dəyir. Yəni cığırı qeyd edə bilərik. Sonra meydançaları görürük. Meydançaları qeyd edə bilərik. Yəni basketbol meydançası, futbol meydançası, tenis meydançasında. Sonra skamyalar gözümüzə dəyir. Skamyaları qeyd edə bilərik. Sonra gözümüzə hasarlar dəyir. Hasarları qeyd edə bilərik. Yəni bu bizim məktəbin həyəti haqqında olan ilkin məlumatlarımızdır. Daha sonra ikinci tapşırığa baxaq. A şəklindəki məktəbin yerləşdiyi ərazi təsvir əsas suallar cavablandırın. Şəkildə təsvir olunan cisin hansı elementinə aiddir? Baxın, element soruşur bizdən. Element soruşur. Yəni biz də bilirik ki, cisin 5 elementi var. Burada da baxın, data uyğun gəlir. Yəni kitabda da nümunəyə baxsaq, data elementinə uyğun gəlir. Yəni biz xəritə məlumatları data üzərindən xəritəyə yerləşdiririk. Bu oldu data. Yəni A-nın cavabı oldu data. B-nin cavabı olacaq. Burada hansı mərhələ həyata keçirilir? Burada data da cisim laylara bölünməsi prosesi həyata keçirir. Burada ilkin baxışda, yəni ümumi baxışda, yəni birinci laydır. Oldu burada nə? Birincidə oldu, A-da oldu data, ikincidə oldu data və cisim laylara bölünməsidir. Yəni xəritənin laylara bölünməsidir. Daha sonra 3-ə baxaq. B təsvirinə istinad edərək suallar cavablanır. Baxın, bu bizim B təsvirimizdir. Şəkildə və A-da bizdə soruşur ki, şəkildə hansı mərhələ əks etdirilir? Biz mərhələni görürük ki, cisim layları, yəni ərazi laylara bölüb və təhlil edir. Baxın, burada indi biz onu daha ətraflı şəkildə görəcəyik. Yəni bu oldu data və cisim laylarıdır. A-nın cavabı bu oldu. B-nin cavabı göstərilən laylar hər bir məktəbin yerləşdiyi ərazinin hansı xüsusiyyətlərini ifadə edir? Gəlin baxaq. Baxın, biz burada, baxın, bu ikinci çalışmada da, baxın, burada qeyd olunur. Yəni, birinci laydır. 3-də də burada qeyd olunur. Baxın, birinci gələcək bizdə ümumi görünüş. Ya da bir yuxarıdan aşağı gedir, bir aşağıdan yuxarıda gedə bilərik. Fərqi yoxdur. Gəlin, yuxarıdan aşağı gedək. Birinci olacaq yollar, ikinci olacaq bizdə relyef, üçüncü olacaq, bax, birinci oldu bizdə, baxın, oldu bizdə yollar, ikinci oldu relyef, üçüncü olacaq bizdə torpaq örtü, dördüncü olacaq binalar, beşinci olacaq sərhəd xətləri, altıncı olacaq ümumi görünüş. Yəni, gəlin bir də baxaq, birinci oldu yollar, ikinci oldu relyef, üçüncü oldu torpaq örtü, dördüncü olacaq binalar, 5-ci olacaq sərhədlər, 6-cı olacaq bizdə nə? Ümumi görünüş. Yəni, bu da B-nin cavabı oldu. Daha sonra 4-cü tapşırığa baxaq. İstifadələrə uyğun gələn sözlər altından xətt çəkərək mətni tamamlayaq. Baxaq, coğrafi datalar və metodlar məkan xüsusiyyətlərinə aid məlumatlardır. Coğrafi datalar burada olacaq, düzgün cavab datalar. Daha sonra GMS və CIS məkana aid məlumatlar toplanması, təhlili və vizuallaşdırılması üçün istifadə olunan müasir sistemdir. Burada CIS olacaq, yəni CIS-in tərifidir. Daha sonra CIS xəritəsinin tərtib olunması üçün iqlim diaqramlarının xüsusi proqramının tətbiqi önəmlidir. CIS xəritəsinin tərtibi üçün xüsusi proqramlar, yəni biz qeyd etmişdik, xüsusi proqramlar hansıdır? ArcGIS-dir, sonra PostGIS-dir, sonra Quantum GIS-dir, sonra Mapbooks-dur, sonra Google Earth-dur, Google Earth Pro-dur. Bunları biz misal çəkə bilərik. Sizin hər bir layı rəngi müəyyən bir məlumatın növünü təmsil edir. Burada lay olacaq, yəni laylar hər bir müəyyən bir məlumatı əks etdirir. 1-də oldu data, 2-də oldu CIS, 3-də oldu
xüsusi proqramlar. Proqramların da adlarını da dedik. 4-də olacaq, lay olacaq. Daha sonra bizdə cisim elementlərini adlarını, şəkillərini uyğun qutlara yazın. Baxın, insanlar olacaq mütəxəssis, kompüter olacaq kompüter avadanlığı. Daha sonra bu olacaq datalar. Baxın, datalar, sonra olacaq metodlar. Altıncı olacaq informasiya. Gəlin baxaq. Birinci oldu mütəxəssislər, ikinci oldu kompüter avadanlığı, üçüncü oldu datalar, beşinci oldu metodlar, altıncı olacaq informasiya. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.